Salam, bugün sizinlə birlikdə Green Card'ın cavablarının yoxlanılmasının necə olduğunu öyrənəcəyik. Əvvəla sayta giririk. Mən saytı linkini aşağıda paylaşacağım. Sayta giririk. Buradan Kickstart'a basırıq. Sonra bu Continue'ya gəlib basırıq. Belə bir səhifə açılır bizə. Buradan qeydiyyatdan keçdiyimiz bizə verilən kodu, şifrəni yazırıq. Buradan familiyamızı yazırıq. Balaca hərflərlə yazaq. Yazdıqdan sonra doğum ilimizi yazırıq. Və aşağıda bizə verdikləri şifrəni yazırıq. Submit'ə basaraq cavab gözləyirik. Və bəli, biz yenə də qalib olmadıq. İnşallah aranızda qalib olanlar varsa videonun altında yazarsınız, sevincinizə şərik olaraq.